TikTok belə deyək də göydən bizim bəzilərinin əlinə düşdü və bəziləri o TikTokdan artıq satış məqsədləri üçün istifadə elədilər. Bu telefon satışı deyildi, yağ satışı deyildi, qənd satışı deyildi. Çox təəssüf ki, artıq insanların bəziləri bədən satışını həyata keçirdilər. Fahişəliklə bağlı açıq çağırışlar elədilər. Ondan sonra fahişəliyə cəlb etmə filan. Çox təəssüf ki, biz də bəzən canlı yayım açanda görürsən ki, ora kimsə çıxır deyir ki, nə bilim filan şey filan məbləğ eləyirəm. Açıq-aşkar fahişəliklə məşğul olduğunu dilə gətirib. Çox gözəl ki, bəli, artıq bu işlə məşğul olanlar 500 manat cərimə olunacaqlar. Yəqin ki, bir neçə mərhələdə onlar cərimə olunacaqlar, amma ondan sonra onlarla bağlı çox ciddi addımlar atılacaq. Yəni şəxsən öz adıma deyirəm, çox sevindiyim bir xəbər oldu. Çünki bir məqama qədər kimlərəsə şərait yaradarsan, bəlkə düzələrlər, bəlkə özlərini apararlar. Biz belə deyilik, bizim özümüzə görə mentalitetimiz var. Mən buradan demirəm kimsə hicaba bağlansın, çarşaf giyinsin. Əksinə, mənə görə biz sivil ölkəyik. Niyə çarşaf giyinməlidir ki, bugün kimsə Azərbaycanda? Düzdür, bu da insanın öz seçimidir, xanımların öz seçimidir, amma geyindiyimizin də bir də haqqını vermək məsələsi var. Çarşaf geyiniriksə onun haqqını verəcəyik. Yox, çarşaf geyiniriksə, səsimiz, sədamız başqa yerlərdən gəlirsə, Allah adında çıxmadığımız oyunlar qalmırsa, başqa bir məsələdir. Yəni ona görə də bu atılan addım çox gözəl bir addımdır. Ümid eləyirəm ki, nəticəsini görəcəyik.